Mətbəx. Belə bunun yağında tökdük. Yaxşı, yetərlidir. Belə bala qabaq elə töşəcək ki, yağı qəşəsilər. Bir dəstəyə duraqda bu yağ istiləşsin. Yağ yaxşıca qızışmalıdır, yaxşı. Hop. Bu da ki mozlarımızdır. Bananlarımızı qarğıdalı ununa vurmuşuq, bulayıb gətirmişik. Yaxşı. Bu da ki mayamızdır ki, bunu qoyduq. En az göstər. İndi Tamaşaçılarımız görsünlər. Bu qatılıqdadır əziz tamaşaçılarımız. Bundan nə duru olacaq, nə daha qatı olacaq. Tam qıvamı belədir. Elə yarım saat bəli, qaldı yağçılda. Yarım saatdan sonra bu şəkildə düşür. Çox yaxşı. İndi qızartmaq zamanıdır. Yağı bir qola istiləşsin. İndi bunları mozları atacağıq bu. Mayəli bu düzəltdiyimiz cəzəlləmə. Xoş, hamısını salam bunun içinə. Qəşəng burayı biləyəcəyik. Yaxşı. Bu baking powder, sonra unu, bir də su. O qarışımı bir dənəsi salım, qocaq qəşəng istiləşibdir, qızıqdır. Gərək bu şişsin. Bəli, bu izafələrini tutacaq. Bəli, çox da demək bu maya ilə götürməyək. Bəli, bu qəşəng istiləşir. Yaxşıca. Nə maraqlı. Baxın, indi ayrısın. Dənə-dənə bunları qızardacaq. Bunları bunun içinə salıb qızardacaq. Yəni rəsmən yağın içində bu qaynayır. Gərək qaynayır, yoxsa faqat istəyirik ki, bəzi ki bu mayə ki içinə vurmuşuq qızara. Bu mozu çox istəmirəm. Bəli, o pişirməsini istəmirik ki. Nə rəngdə olsun? Bu elə qırmızı olsun. Ya qızıl rəng? Qızıl rəng olacaq. Yaxşı, qızıl rəngdə olacaq. Yapışmaz bunlar birbirine. Hörmətli tamaşaçıları, bizim deserimiz hazırdır. Banan fritersi. Elə deyil, ya qızarılmış banan Çin ölkəsindən, Çinlilərdən gəlmiş bir deserdir. Mənim üçün çox qəribə idi, dedim sizə də. Amma elə bilirəm ki, ləzzətlidir, dadlı. Qoy baxaq biz də bunu bir dadaq. Görək ki, bu necə bir şeydir. Demək, görməmiş bu dünyadan getməyək də. Səhətlərsə olar. Yaxşı, neyə indi? İndi bu mozları qızartmışıq. Hər porsuna 3 dənə moz qoyacağıq. Adam başı 3 tikə banan. Qızarılmış bananı. Bir dənə bəstəni. Bir də dondurma, briskop dondurma. Bunun ortasına bu gözəllikdir. İndi hər meyvəyi olsa, tut fərəngidən. Bizdə bəli, çiyələk var. Bir də sos istəsələr, uşaqların xoşları gəlir şokolad sosundan, karamel sosundan. Bunun üzərinə bəli, bu şəkildə tökə bilərsiniz. Doğrudur. İndi bu bizim bizdə hazır olmuş. Nədən sən biləcəksən? Mən dadacağam, amma bir öncə bir kamerada göstərmək istəyirəm. Buyurun, tamaşaçılarımız, nuş olsun. Çox da rahat bir deserdir. Elə bilirəm ki, hər kəs evində. Amma bunu mən necə yeyim? Sənə bıçaq çatacağım, bu kəsəsə. Yoxsa mən necə yeyim? Sən mənə bir bıçaq ver, siz də biraz gözləyin. Bir bıçaq gəlsin, mən bir bıçaqla bunu dadım. Sonra sizə deyim ki, Elnazın dedikləri doğrudur, doğru deyil, amma Elnaz gəldi. Deyə bilməyəcəm. Elnaz bağışla. Xeyr. Amma demədim sənə dediklərin doğru olmaz. Bitişə bəstələri üstünə qoyasan. Yaxşı. Biz dondurmadan da üzərinə qoyuruq. Yunis, mənə elə göz ağartma. Sənə də verəcəyik. Çox gözəl. Demək, Çin ölkəsindən gələn təkcə sevdiyim şeydir. Niyə yalan deyil? Xoşun gəldi. Çox gözəl. Düşürsün sənə. Əllərini olmasın. Yunis'e söz verdim. Bunun qalanını saxlayacağım Yunis'e. Bizim burada bir qardaşımız var, Yunis. Hər şeyimiz üçün o qaçar. Mən də bunu belə Yunis'e təqdim edəcəm. Əziz dostlar, bu günümüzdən bu qədər. Ümid edirəm ki, bu deseri düzəldəcəksiniz, xoşunuz gələcək və ailənizə təqdim edəcəksiniz. Sağ olun. Sağ olun. Təşəkkür edirəm. Sağ olun.